Dünya ölkələri içərisində donuz istehsalına, donuz saxlamağa görə lider olan ölkələr. Bu Allahın xoşu gəlməyən heyvanı saxlamaqda lider olan ölkələr hansılardır? Videonu axıra qədər izləyin və sizə bir sualım da olacaq. 5-ci yer Meksika. 16,8 milyon baş donuz saxlanılır. 4-cü yer Rusiya. 28,8 milyon baş burada donuz saxlanılır və inkişaf edə gedir. 3-cü yer Braziliyadır ki, 34 milyon baş burada donuz saxlanılır. Bu təxmini rəqəmdir. 2-ci yer Amerika Birləşmiş Ştatlarıdır ki, burada 134,9 milyon baş donuz saxlanılır və bu sahədə şəksiz litr Çindir ki, 427 milyon baş donuz saxlanılır. Donuz əti ixracatına görə də Çin dünya ixracatının 46%-ni verir. Müsəlman ölkələri içərisində ən çox donuz saxlayan ölkə əhalisinin 87%-i müsəlman olan İndoneziyadır ki, burada 7,8 milyon baş donuz saxlanılır. Türk ölkələri içərisində ən çox donuz saxlanılan ölkə isə Qazaxıstandır ki, burada 400 min başdan yuxarıdır. Azərbaycanda son statistik rəqəmlərə görə 3377 baş donuz saxlanılır ki, bunlardan ən çoxu Qax rayonunun payına düşür. Gəncə Daşkəsənə isə 157 baş donuz düşür. Və sizə bir sualım var. Gəncədə donuz kababına nə deyilir?